Respublikanı gəzməyə baş qarışıb dünən mesaj gəlib ki, arada gəl obyekti desək tanımayanlar elə bilir restoran yox səyahət bloqudur. Bu sözə nə çəkəsən deyib başlayıram restoranın içində axtarmağa ki, görək nə çəkə bilərəm. 6 bakaldan sonra bu qapını açanlar olur ki, qaqa ayaq yolu buradır. Amma ayaq yolu oxun göstərdiyi tərəfdədir. Bax bu qapı. Nəysə mətbəxə keçib görürəm ki, bizim uşaqlar çolpa tutub. Şef də qərara gəlib ki, həmin çolpadan qəşəng bir soyutma eləsin. Burada da şef toyuğun dərisində yarana biləcək qırışların qarşısını almaq üçün tədbir görür. Burada da şef nə ağrısı özünüz görürsünüz deyib baş ağrısı eləməyim sizə. Ondan sonra sizə bu gün haqqında 2 məlumat verim. Bu gün oktyabr ayının 17-si ilin 291-ci günüdür, ilin sonuna 75 gün qalır. Bu gün həm də dünyaca məşhur rapçi Eminemin 52 yaşı tamam olur. Şef də son toxunuşlarını eləyib yeməyi ocağa qoyur. Biz də Fəqanla VIP kabinetdə masanın üstünü hazırlayırıq. Biz salatları düzənə kimi yemək də hazır olur. Qaydırıq mətbəxə. Əlbəttə ki, yeyib içməkdən anlayışı olan insanlar çolpaya baxdıqda nə qədər yaxşı bişdiyini və ləzzətli olduğunu yəqin təxmin edə bilirlər. Bu çolpanın bulyonu da etanoldan tam azad olunmuş 100 oktanlıq aviasiya benzini kimidir. Ona görə stəkana tez-tez yığılmalıdır ki, keyfiyyəti çox dəyişməsin. Burada da şef sonuncu sehirli toxunuşları ilə çolpanı servisə hazır hala gətirir. Fəqanın bu gəlişində də bu mahnı mütləq olmalı idi. Nəhayət ki, çolpa gəlib masaya çatır. Tərkibi vitamin B, fosfor və selenium kimi digər maddələrlə zəngin olan çolpa soyutması yeyib içmək məclislərimizin ən ayrılmaz hissəsidir. Vilka ilə çolpa budunun qopması axırıncı dəfə nə vaxt görülüb bilən yoxdur. Bu bulyon da min bir dərdin dərmanıdır. Yuxanı da səhəri üstünə ki, üşüməsin. Bu çolpadan qəşəng döşəməli aş da olardı. Təzə şabalıtla sağlıq olsun. Özünüz görürsüz çolpa nətər dağılır. İndi mən burada ağzımı yaya deyərdim ki, ay belə ləzzətli idi. Bundan görə bilməzsiz heç yerdə zat ehtiyac yox. Ondan sonra yenə xatırladım ki, yeyib içməkdən anlayışı olanlar baxanda təxmin eləyə bilir. Siz də dostlarınızla yığışın, gəlin nuş edin.